Birinci söz Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 28-ci kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Övladlarımız. Mənim yadıma gəlir ki, bizim gəncliyimizdə hər övladın, istər oğlan olsun, istər qız, evdən çıxması bir baqajın gömrükdən keçməsi qədər çətin idi. Çünki ciddi bir kontroldan keçirdi. Ən arxa otaqdan çıxan yeniyetmə də evin qapısından bayıra çıxmaq üçün salonda oturub hər şeyə nəzarət edən ana və atanın sərraf baxışı altından keçməli olurdu. O qədər olurdu ki, ya ata oğla, ya da ana qıza, get o əynindəkini dəyiş, daha abırlı bir şey geyin, yaxud get saçını yığ, bağla. Oğlana da get abırlı köynək geyin, yaxud o şalvarı dəyiş kimi nöqsanlar tutar, onlara münasib olmayan bir şəkildə gömrükdən keçməyə qoymazlar. Bu çox valideynə xas olan, vaxtında işə qarışması kimi, övladın öz səhvlərini görməsinə, onları düzəltməsinə yardım edən ən gözəl vərdişlər idi. Bugün o vərdişlər həyatımızdan tamamilə silinib getmişdir. Nə valideyn övladının halına diqqət edir, nə də övlad valideyn sözü eşidir. Bəzən ata qızına təsadüfən küçədə rast gəlir, onu nə halda görürsə, bir yandan dünyası başına uçur, bir yandan da gördüyü kimi də qəbul etmək məcburiyyətində qalır. Çünki bilir ki, qızına irad tutarsa, qız bu deyilənə heç əhəmiyyət verməyəcək, öz bildiyini eləyəcək, arada atanın sözü yerə düşəcək. Bəzən oğul əli alış-veriş zəmbilləri ilə dolu olan anasına küçədə rast gəlir, özgə, yad adam kimi salam verib yanından soğuşur. Sonra da deyirik ki, xeyir-bərəkət hara getdi? Xeyir-bərəkət var idi, çünki iman var idi. İmanın getdiyi yerdə xeyir-bərəkətin nə işi var? Bugün insanların yaşadığı həyat, çəkdiyi əziyyət Allahın cəzasıdır ki, bunu da müsəlman ümməti hələ də anlamaq istəmir. Anlamaq istəmir ki, xilas yolu yeni siyasi istiqamət seçilməsində deyil, xilas yolu Allahın yolunu seçməkdə, dina, imana gəlməkdə, namaza, niyaza başlamaqda, həyatın hər məqamında Allahı gündəmə gətirməkdədir. Bu əqidə insanların həyatında öz yerini tutmayınca, dövlətlərin başına kim gəlir gəlsin, Allahsız cəmiyyətdə heç nə dəyişməyəcək. Çünki cəzanı da, ruzunu da, ruzudan başqa insanın ehtiyacı olan hər şeyi də verən Allahdır. Çünki bizi O yaratmışdır. Bunu necə danmaq olar? Allah Cəllə Cəlaluhu buyurmuşdur ki, Allahdan qorxmayanlar ömürlərini Allahın yaratdıqlarından qorxmaqla keçirdəcəklər. Bugün dünyanın çox yerində insanlar Allahın bu hökmünü əyani şəkildə görürlər. Bu hökmü yaşayırlar, ancaq yenə də getdikləri yanlış yoldan dönmürlər. Bugün dünyada Allah yolundan başqa nə qədər yol varsa, hamısı nəfsin, yəni şeytanın yandaşının, şeytanın yoldaşının, şeytanın müttəfiqinin yoludur. O yollarda xeyir-bərəkət yoxdur və olmayacaq. O yollarda hüzur yoxdur və olmayacaq. O yollarda sülh yoxdur və olmayacaq. Bir də bu durumdakı fərqə də diqqət edək ki, Allahdan qorxanlar axirətdə cənnətlə müjdələndikləri halda, Allahın yaratdıqlarından qorxanlar bu dünyada zülmdən başqa bir gün görmədikləri azmış kimi, hələ axirətdəki haqlarını da itirmiş olacaqlar. Allahın bizə verdiyi ağıl, məntiq, bunları anlamaqda niyə yetmir görəsən? Bircə onu düşünək ki, insanlar imana gəlsələr, Allahın qəzəbindən qorxsalar, axirətə inanmağa başlasalar, cənnətlə cəhənnəmin varlığını qəbul eləsələr, necə bir həyat tərzi sürdüklərinin fərqinə varmazlarmı? İmana gəlib insan kimi yaşamağa başlamazlarmı? İnsan ləyaqəti öz yerini tutmazmı? O zaman da bu dünya düzəlməzmi? Evin rəisi halal zəhmətlə çörək qazansa, evin xanımı övladlarını günahlardan uzaq tutsa, ancaq salih əməllər törətməyə yönləndirsə, övladlar da Allahı tanısalar, böyük-kiçik ədəbini gözləyərək böyüsələr, bu dünya düzəlməzmi? Gənc oğlanların əxlaqı sağlam olsa, namuslu, qeyrətli böyüsə, dostunu, düşmənini tanısa, hər işində ədalətli olsa, bu dünya düzəlməzmi? Gənc qızlar xanım-xatın böyüsə, geyim-kecimində ədəbli olsa, gül kimi zərif, su kimi səssiz olsa, bu dünya düzəlməzmi?
Siz deyin ey insanlar, düzəlməzmi? Bəlkə bir də bu yolu tutaq, bəlkə bir də bu yolu denəyək. Bəlkə xilas yolu tam da bu istiqamətdədir ki, biz hələ də çarəni orada-burada axtarırıq. İnsanoğlu bir gün nəhayət düzgün yaşamağa başlamalıdır. Buna alışmalıdır. Lazım gələrsə, bəlkə də özünü zorlamalıdır da. Gör insan yolunu nə qədər azıb ki, düzgün yaşamaqdan bu qədər qorxur. Allahın əmrinə tabe olmaq istəmir. Halbuki Allahın əmri bir insanın məhz elə insan kimi doğru düzgün yaşamasıdır. Allahın Cəllə Cəlaluhu buyurduğu hökmlər əgər bir insana uymursa, demək o heç insan adını daşımağa layiq də deyil. İnsan insandırsa əgər ömrünü Allahın bu hökmləri ilə yaşamalıdır. Oğurluq eləmə, yalan danışma, başqasının malını əlindən alma, əxlaqsızlıq eləmə, böyüklərə hörmət elə, kiçikləri sev, haramdan qaç, halalın qədrini bil, kasıblara əl tut, yetimlərə sədəqə ver, yolda qalmışlara yardım elə. Bir onu düşünək ki, bugün dünya bu qanunlarla yaşamağa başlasa, bu dünya düzəlməzmi? Unutmayaq ki, bizi Allah yaratdı, yer üzünə buraxdı, bizi hər şeylə təmin elədi, önümüzə də seçim qoydu. Son çarə o seçimi vaxtında və düzgün etməkdədir ki, bu da bir şərəf məsələsidir. Allahu aləm. Dərd o deyil ki, xristianlar, ateistlər, yəhudilər, buddistlər imana gəlməkdə gecikirlər. Dərd odur ki, Müslüman kimi doğulan insanların böyük əksəriyyəti son zamanlarda Müslüman dininin qayda qanunlarından gen gəzə-gəzə dəyişir, başqa dinlərin təsirinə düşür, onların qayda qanunları ilə yaşaya-yaşaya böyüyür, başqa inancların yolunu gedərək düşmən dəyirmanına su tökürlər. Son nəticə də belə olur ki, bugünkü valideynlər boyları bərabərinə çatan övladlarında Müslümana aid nə bir adət, nə bir davranış, nə bir əxlaq heç nə tapa bilmirlər. Sonra da dünyanın xarab olmasından, həyatın çətinliklərindən də ellər. Halbuki zamanında din düşmənlərimizin bizim evimizin içinə kimi gətirdiyi kafirlərə uyğun yaşam tərzinin, kafir ənənələrinin nəinki qarşısını almadılar, bunun yerinə onları torbaylamla, ayaq üstə saatlarla alqışlamaqla qarşılayan da, onları qəbul edib öz həyatlarına qatan da belə müsəlmanlar oldular. Bu başlarına gələnlərin hamısı onların başı soyuqluğundan, gönüqalığından irəli gəlirdi. Bugün oğlan övladının özünün milli mənsubiyyətinə sahib çıxmaması, ədəb qaydalarına diqqət yetirməməsi, abır-həyaya qiymət verməməsi, zəhməti sevməməsi, halala harama fərq qoymaması bir dərddirsə, qız övladlarının geyim keçimində əndazədən çıxması, böyük sözünə qulaq asmaması ciddi bir problemə çevrilib ki, zamanında valideynlərin heç də üçün narahat olmaması, belə incə məsələlərə diqqət yetirməməsi bu məsələni gətirib bu yerə çıxartdı. Övladlarının dini təlim-tərbiyəsinə laqeyd münasibət göstərmələri üzündən gənc nəsillərdə bir yoldan sapma baş verdi. Vaxtında qarşısı alınmadığı üçün bu utanc verici dinsizlik Müslümanların həyatında özünə möhkəm yer elədi, özü ilə Allahın qəzəbini də gətirdi. Bugün bu yanlışı düzəltmək, hər şeyi öz əvvəlki yerinə qaytarmaq çox çətin məsələ dönüb. Çünki bu Müslüman üçün həyat və ölüm qədər ciddi olan belə bir məsələnin düzəlməsində əlini daşın altına qoymaq istəyənlərin sayı da çox azdır, yetərli deyil. Dərd odur ki, Müslüman toplumlarındakı valideynlər bugün də çox yumşaq mövqe tutaraq özlərinə əziyyət vermirlər. Övladlarının təhsilindəki, boş vaxtlarındakı yad təsirlərə nəzarət eləmirlər. Heç nəyə diqqət yetirmirlər. O yad təsirlər bizim mənəviyyatımıza tərs düşsə də, onlara qarşı mübarizə aparmaq yerinə dəstəkləyirlər, bunda qorxulu heç nə görmürlər, hər şeyə göz yumurlar, normal qəbul edirlər. Halbuki, imanımızın get-gedə əlimizdən getdiyi, dinimizin gözdən salınma hədəfi seçildiyi, yad millətlərin üstümüzə ayaq açdığı bir zamanda bizim bir müsəlman toplumu olaraq çox diqqətli davranmağımız, yetişməkdə olan gənc nəsillərin əxlaqını, təfəkkürünü hər cür ziyanlı təsirlərdən qorumağımız günün ən vacib məsələlərindən olmalıdır. Bir əxlaqlı, tərbiyəli, imanlı övlad yetişdirmək bugün dünya malına dəyəcək qədər əhəmiyyətli kəsb edir. Dünyanın varı dövləti bir dənə sağlam əqidəli, düz ilqarlı, namuslu, qeyrətli övladın yerini verə bilməz, vermir də. Övlad sahibi olan insanlar övladın tərbiyəli, əxlaqlı, düz əqidəli yetişməsində
Yiyəcəkləri meyvənin, göy-göyərtinin yetişdirilməsinə verilən qədər diqqət yetirməyəndə, sonradan ortaya heç bir mənəvi dəyərlərə qiymət verməyən, ancaq bu gündə yaşayan, talehini büsbütün maddi imkanlardan asılı hala gətirmiş robot tipli biyevec övlad nəsilləri ortaya çıxır. Bunun qarşısını almaq övladlarla daha çox vaxt keçirməklə, onları öz zərərli məşğuliyyətlərindən uzaqlaşdırmaqla, o zərərli vərdişlərin, zərərli məşğuliyyətlərin yerini çox sadə, ailə bağlarını gücləndirəcək əyləncələrlə doldurmaqla almaq mümkündür. Bugün buna vaxt ayırmayan, müxtəlif bəhanələrlə öz doğma övladından uzaq qaçmağa çalışan valideyn bir gün bəlkə də öz övladından qaça bilər. Onu gah qonşuya, gah dayəyə, gah günlük qruplara buraxaraq öz maraqlarının dalınca gedə bilər. Ancaq həmin o valideyn yəqin bilməlidir ki, sabah belə bir həyat tərzinin əmələ gətirdiyi bir sürü çox ciddi problemlərlə üzləşməli olacaq ki, o problemlərdən nə qaçmaq, nə də qurtulmaq o qədər asan olmayacaq. Hər kəs anlamalı və qəbul etməlidir ki, bugün zaman daşları atmaq zamanıdırsa, sabah da həmin o daşları toplamağın zamanı olacaq. Ancaq həyatlarını övladlarına həsr edən valideynlər sonunda gözəl nəticələr ala biləcəklərinə sadəcə ümid edə bilərlər. Ona görə ümid edə bilərlər deyirəm ki, övlad yetişdirmək məsələsində heç bir yol asan deyil. Sən nə qədər diqqətli olsan da, övladın evdən çıxmağı var, ən azı məktəbə qədər gedəcəyi 5-10 addımlıq yolu var. Məktəbdə bəzən toplum içində, bəzən də gözdən uzaq qalmağı var. Dünyanın daima hərəkətdə olduğunu, bu hərəkətin bizim həyatımıza ciddi şəkildə təsir edə bildiyini, bu hərəkətli həyatda hər anın ömrümüzə nəsə gətirdiyini, ömrümüzdən nəsə apardığını düşünə bilsək, anlamalıyıq ki, göz bəbəyi övladlarımızın bizdən ayrı durduğu hər an onun üçün bir təhlükədir. Burada gözlənilməz qəza hadisələri, kənar təsirlər, ciddi fiziki və mənəvi təhlükələr, istənməyən tanışlıqlar hamısı samballı rol oynayır. Ona görə də bir tək axşamlar övladımıza baxaraq onun evdəki sakit halı ilə kifayətlənə bilmərik. Bu yetərli deyil. Övladımızın gününün necə keçdiyi, kimlə yoldaşlıq eləməsi, hətta kimlə yoldaşlıq eləyə bilməməsi də biz valideynləri maraqlandırmalı, belə məsələlərdə də heç bir məqamın qaranlıq qalmasına yol verilməməlidir. Övladla dost olmaq, ən xırda məsələləri də dostcasına onun öz dilindən eşitmək ən doğru yoldur. Lakin övladla bu yola çıxmaq, bu yolda daima onunla həmsöhbət olmaq, səmimi söhbətlər eləmək, ilk gündən, ən kiçik yaşlarından onun güvənini qazanmaqdan başlamalıdır ki, ancaq bu şərtlə bu dostluq mümkün ola bilər. Hər xırda şey üçün uşağa bağırmaq, onu yerli-yersiz danlamaq, haqlı olduğu halda sözünə inanmamaq bir valideyn üçün öz övladının dostları sırasından silinməsi deməkdir. İş gəlib bu yerə çatırsa, valideyn daha öz uşağından açıq söhbət eləməsini, səmimiyyət göstərməsini, ona güvənməsini gözləməsin. O qatar çoxdan getmişdir. Bir övlad öz ata-anası üçün onların ən vacib işi olmalıdır ki, övlad da öz uşaq həssasiyyəti ilə bunu hamıdan əvvəl görəcək, hiss edəcək, bu durumda məmnun qalacaq. Ancaq bu durumda nəticələr ürək açan olacaq ki, bu yolda insanlarda böyük zəhmət, tükənməz səbir olmalıdır. Dünyanı başına alıb gedən kiçik yaşlı uşaqlara təcavüz halları, yeniyetmə qızların oğurlanması, fühuş yuvalarına satılaraq cinsi istismara məruz qalmaları, yeniyetmə oğlanların narkotik maddələrlə yoldan çıxarılması, eşcinsəlliyə sürüklənməsi dövrümüzün ən dəhşətli, ən ağrılı cinayətlərindəndir ki, bütün bunlarla mübarizə aparmaq da əldə edilən nəticələr baxımından hələ qabiliyyətdən çox uzaqdır bugün. Halbuki bir ananın sərraf gözü, bir atanın narahat ürəyi bu məsələlərdə övladlarındakı dəyişiklikləri ilk olaraq görən, hiss edən, ən güclü həyəcan təbili rolunu da oynaya bilən təbii, həm də xüsusi təyinatlı bir təşkilatdır. 24 saat keşikdə duran təyinatı da Allah tərəfindən məxsus göndərilmiş bu təşkilat yeri gəlində canı bahasına övladına sahib çıxar, onu ən qorxulu təhlükənin ağzından ala bilər. Bu işdə Allahu Teala da hər bir qayğıkeş ata və ananın yanındadır. Əqidəsi sağlam olan ailələrdə həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü məsələ övladın özü, sağlamlığı, əxlaqı, tərbiyəsi olmalıdır. Həyatın bütün qalan məsələləri daxil hər şey ancaq dördüncü yerdən sıraya girib davam edə bilər ki, hələ onda da övlad əsla yaddan çıxmamalı,
harda olduğu, kiminlə olduğu, nəş gördüyü valideyni narahat eləməlidir. Bu baxımdan övladlarını ona buna həvalə edib işə qaçan, hər şeyi məktəbin boynuna yıxaraq, güya ki, daha vacib işlərin dalınca gedən, öz doğma övladlarına həyatlarında yer tapa bilməyən valideynlər yəqin bilməlidirlər ki, bu gedişlə sonradan çox peşman olacaqlar. Sonraki peşmançılıq da fayda verməz. Son. Bir xatirə. İnkişaf. İlk televizor bizim evimizə 1958-ci ildə girdi. Onda mən 6 yaşındaydım. Mən də bilirəm ki, o yaşda bir uşağın yadında hadisələr yuxu kimi qalar. Ancaq necə şeydirsə, məhz ilk dəfə evimizə televizorun girməsi hadisəsi yadımda yuxu kimi, lakin təfsilatı ilə yadımızda sabaha qalan yuxu kimi qalmışdı. Açığı 6 yaşıma aid başqa heç nə yadıma gəlmir. Bircə bu yadımda idi. Yadıma gəlir ki, bir axşam rəhmətlik atam işdən gəldi. Moskviç markalı maşının bagajını açdı, oradan bir taxta qutu çıxartdı. Evimizdəki Latviya radiosunu xatırladan, ancaq ondan biraz kiçik, bir böyrü də qalın şüşəli bu cihazı ehtiyatla götürdü, qucağına alaraq evə gətirdi. Atam evin ortasında qucağındakı qutu ilə ora-bura vurnuxdu. Axırda üzünü anama tutaraq söylədi. Bunu hara qoyum? Anam da soruşdu. O nədir ki? Buna televizor deyirlər. Yəni ekranlı radio. Həm danışacaq, həm də göstərəcək. Anam bundan əvvəl televizor görməmişdi deyə yenə də soruşdu. Nə göstərəcək? Atam da əlindəki taxta qutunu masanın tən ortasına buraxaraq səsini qaldırdı. Nədən danışacaqsa onu da göstərəcək. Sən hələlik suallarını saxla, buna bir yer elə. İndi uşaqlar üçün nağıl başlayacaq. Biz quraqlarımıza inanmadıq. Sevinclə yerlərimizi tutub oturduq. Evimizə bir möcüzə girmişdi. Həm söhbət edəcəkdi, həm də şəkil göstərəcəkdi. Üstəlik atamın sözünə görə birazdan bizə nağıl da danışacaqdı. Uzun sözün qısası, anam balaca bir dolabı bu yeni cihaz üçün ayırdı, üstünə krujivalı süfrə saldı, atamla köməkli bu bir tərəfi şüşəli qutunu da o dolabın üstünə qoydular. Atam da cihazı qurdu. Tünd rəngli şüşə yavaş-yavaş işıqlanırdı. Mavi bir işıq əvvəlcə gözlərimizi qamaşdırmağa başladı. Anamla atam bir neçə dəfə işığı gah söndürdülər, gah yandırdılar. İşıq sönülü olanda o mavi işıq bizim gözümüzü daha çox çıxardırdı. Atam bizim təkidimizlə qərar verdi ki, biz bu qutuya işıq yana-yana baxacağıq. Bu təlaşımız da keçdi. Diqqətimizi yenidən ekrana çevirdik. Ekranda hələ də heç nə görünmürdü. Mavi işıq titrəyir, qutudan da qəribə bir fısıltı gəlirdi. Biz narahat olmağa başladıq. Bu niyə heç nə göstərmir deyə üsyana qalxdıq. Atam bizi sakitləşdirdi. Cihaz yaxşıca qızmalıdır dedi. Biz yenə də sakitləşərək gözlədik. Bu minvalla 1-2 saat keçdi. Əvvəlcə tarap durub səslər eşidildi. Sonra ekranda döşəyimizin üzünü xatırladan ağ-qara zolaqlar əmələ gəldi. Bu zolaqlar da titrəməyə başladı. Balaca bacımın bundan ürəyi bulandı. Bayraq açaraq nəyi vardısa qusdu. Onun bu halı yavaş-yavaş bizə də keçirdi ki, birdən ekranda şəkil göründü. Bu bir xala idi. Lal dinməz oturub bizə baxırdı. Görüntü ağ-qara idi. Oradakı xala da canlı insandan çox ağ-qara şəkilə bənzəyirdi. O şəkil kimi hərəkətsiz oturmuşdu. Ancaq gözünü qırpmağından anladıq ki, bu şəkil deyil, bir doğrucu xaladır. Biz özümüzü yığışdırdıq, öz aramızda nə üçüncə pıçıltı ilə danışmağa başladıq. Mən səsimi lap qısıb nəsə bir şey soruşmaq istəyirdim ki, rəhmətli qardaşım o saat böyürümə bir tütmə vurub deyirdi. Səs salma görək. Xala çox gərgin idi. O nə danışırdı, nə də denirdi. Ancaq onun arxa tərəfindən bir əmi də əylə-əylə o tərəf bu tərəfə keçir, orada nəyisə düzəldirdi. Əmi yəqin ki, biz onu görməyək deyə belə əyilirdi. Ancaq biz onu da görürdük. Yenə də əminin hərəkətləri ilə müşahidə olunan tarap durub səsləri gəldi, kəsildi. Sonra birdən xala cana gəlib dedi. Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları. Bugün siz filan o verişlərin adını sayırdı ki, biz bundan heç nə anlamırdıq. Əslində bunlar bizi heç maraqlandırmırdı da. Atamız bizə nağıl olacağını söz vermişdi. Biz də o nağılı gözləyirdik. Xala danışdığını bu sözlərlə bitirəndə biz sevindiyimizdən əl də çaldıq. İndi də balacaları filan multiplikasiya filmə baxmağa dəvət edirik. Xala getdi. O gedən kimi döşəyüzü yenidən gəldi. Qəribə bir fısıltı ilə titrəyən döşəyüzü bizi o qədər gözlətdi ki, kiçik bacım və qardaşım oturduqları yerdəcə gözləməkdən yorulub yatdılar. Atam onları öz yataqlarına apardı.
Böyük bacım, böyük qardaşım, bir də mən yalançını evinə qədər qovduq. Yəni sona qədər gözlədik. Bu gözləmə sürəsində gah yatdıq, gah oyandıq. Nəhayət ki, uşaqlar üçün nəzərdə tutulmuş rus dilində səslənən bir nağıl göstərilməyə başladı. Biz o gün ilk dəfə televizor adlı yeni cihazımızda o vaxt yalnız qələmlə çəkilmiş şəkillərdən ibarət olan bir nağıla tamaşa elədik. Bu bizim yeni texnologiyalar əsrinə ilk girişimiz idi. Mən bunu boş yerə xatırlamadım. Hələ 1958-ci ildə tək-tük evlərdə yeni-yeni görünməyə başlayan televizor 20-ci minilliyə ehtiyatla, tələsmədən, ilbəil təkmilləşə-təkmilləşə, əvvəlcə rəngli görüntüsü ilə, sonra plazması ilə, daha sonra da digital sistemi ilə gəldisə, 21-ci əsrdə elə bir sıçrayış elədi ki, artıq televizorun imkanları, bütün xəyalları, bütün mümkün fantaziya güclərini geridə buraxaraq özünün ən mükəmməl səviyyəsinə ulaşdı. 2000-ci yüzillikdə televizor cəmi bir neçə ilin içində özünün ən geniş yayılma dövrünü yaşadı. Bu zaman hər evdə deyil, hər otaqda, hər iş yerində, küçələrdə, stadionlarda, barlarda, otellərin hər nömrəsində, foyesində, damda, daşda, hər yerdə televizor quraşdırmaq dəbə düşdü. Televizor insanların təkcə boş vaxtlarına deyil, əsas vaxtlarına, qısası bütün vaxtlarına hakim oldu. Hər kəs işdən, gücdən, yuxusundan, istirahətindən kəsərək vaxtını televizorun qabağında keçirməyə başladı. İnsanlıq televizorun icad edilməsə necə sevinmişdisə, birazdan bu bəladan necə qurtulmağın yollarını axtarır, o günə lənət oxuyurdu. Televizor yenicə bəlaya dönmüşdü ki, mobil telefonlarla kompüter sistemi həyatımıza hücum etdi, dünyamızı əsir aldı. Kompüter ortaya çıxmağı ilə televizoru taxtından saldı, telefonların ciyərini satın aldı, onları da internet dünyasının bir qolu halına gətirdi. Bugün həm alqışladığımız, həm qarğışladığımız internet, mobil telefon, televizor insanları öz ailəsindən, tanış-bilişindən, doğmalarından, bir sözlə real həyatdan ayrı salıb. İnsanlar internet sisteminin əmr qulu olan telefona və televizora elə qapılıblar ki, dünya od tutub yansa xəbərləri olmaz. Söz də vaxtına çəkərmiş. Elə dünya da od tutub yanır, elə xəbəri olan da yoxdur. Dünya bizim də ürəyimizi göynədən dərdləri ilə bir yana qalsın, mənim sözüm başqa şeyədir. Həmin o interneti, telefonlar, onlara hələ bir ağıllı telefon adı da veriblər. Əslində mən onlara abırsız telefonlar deyirəm. Çünki bizi ən sevimli doğmalarımızdan da ayırır. Biz də bunun öhdəsindən heç cürə gələ bilmirik. Bu məsələdə iş ən tazədən çıxıb. İnsanlar bir-birinə qonaq gedirlər, salamlaşıb hal-əhval tutandan sonra divanda yerlərini rahatlayan kimi hərə öz telefonunu əlinə alır, başını da aşağı salıb o telefondakı dünyaya axıb gedir. Əgər ev yiyəsi də öz telefonu ilə öz aləmindədirsə, məncə bu daha qorxunc haldır. Yox, əgər mənim kimi telefonla can-ciyər olmayan biridirsə, bu zaman onun üçün də evindəki qonaqların içində tək qalmaq kimi bir anormal durum ortaya çıxır ki, bu məni həm məyus edir, həm də mənə təəssüf hissi yaşadır. Məni məyus edən, mənə təəssüf hissi yaşadan, bu gün artıq bizim həyatımızda özünə möhkəm yer eləmiş, insanların bir-birindən soyumasında, dünya həyatının bütün nemətlərini gözdən salmasında, artıq dünya nemətlərinə əvvəlki qədər qiymət verməyən doğmalarımızın internet məkanında ilişib qalmasında əsaslı rolu olan bir məğlubiyyətdir. Bu məğlubiyyət virtual alənin bizim üzərimizdə qələbəsidir həm də. Sevdiklərimizin bütün ehtiyaclarını, bütün maraqlarını internetdə axtarması, oradan təmin eləməyə çalışması bizi qorxulu bir sonuca doğru aparır. O sonuc, hətta bir toplumun, bir sürü insanın içində bu gün artıq bizim tək qalmağımız, söhbət eləməyə adam tapa bilməməyimizdir. Halbuki digital ortam insanların icad elədikləri uydurma bir proqramdan başqa bir şey deyil. Nağıl kimi, əfsanə kimi, xəyal kimi. Heç uzağa getmədən mənə ağır gələn bir durumdan misal çəkəcəyəm. Bu misal mənim nəvələrimlə əlaqəlidir. Övladlarımın həftə içi ailecə məni ziyarətə gəldikləri günlər var. Bir də nəvələrimin məni ziyarətə gəldikləri əlavə günlər var. Ataları, anaları onları həftənin müəyyən günlərində məni ziyarət eləsinlər deyə yanıma göndərirlər. Bir nənə olaraq onların gəlişinə necə sevinirəm, bunu görmək lazımdır. Onlar mənimlə çox mehribancasına görüşürlər, biz həl-əhval tuturuq.
Bu yerə qədər hər şey normal gedir. Lakin aradan heç yarım saat da keçmir ki, mənim onlara süfrə açdığım, başımın buna qarışıq olduğu bir vaxtda hər nəvəm öz telefonunu çıxardır, telefonun içinə çəkilərək təkcə məni deyil, bütün dünyanı unudur. Mən arabir onlara acıqlanıram, telefondan qopmalarını tələb edirəm. Onlar da mənim sözümə əməl edirlər. Ancaq bu da yalnız bir müddətlik olur. İlk fürsətdə onlar yenə də telefonun içinə çəkilib, məni də, mənimlə birlikdə hər şeyi də unudurlar. 1-2 saatdan sonra vaxt tamam olur, ataları gəlib onları aparırlar. Oğlanlarımın vaxtınız necə keçdi sualına, yaxşı keçdi deməkdən başqa da çarə yoxdur. Onlar gedirlər, mən də fikirləşirəm ki, övladlarımın övlad böyütmək məsələsində işləri deyəsən daha çətin olacaq. Çünki onlarla övladların arasında internet kimi çox güclü, çox kələkbaz, çox məkirli bir düşmən dayanıb. Vəziyyət hələ indidən elə ciddidir ki, bir atanın sözünə qarşı internetin sözü daha keçərli olur. Övladlarımızı bizdən çəkib alır. Tək çarə Allaha qalır. İnşallah ki, bu işlər belə davam eləməz. O zərərli cihazları icad edənlərin də, o virtual aləmin aşiqlərinin də arzusu gözündə qalar. Allah dünyanın ən müqəddəs, ən dəyərli qurumu olan ailələri bu hücumlardan hifz edər, övladlarımızı düz yoldan çıxmağa qoymaz. Doğrudur, nəvələrimin hamısı ən kiçik yaşlarında, dinlərində, imanlarındadırlar və əgər bu yoldan bərk yapışarlarsa, əqidələrinə, Allahın hökmünə sadiq qalarlarsa, inşallah bu bəla onların yanından xətasız, bəlasız sovuşub keçər. Bugün də nəvələrimi yola salandan sonra bunları düşünürdüm ki, ilk dəfə evimizə televizorun gəldiyi o gün yadıma düşdü. Biz o vaxt hələ irəlidə televizorun insanlar üçün bir bəla olacağını bilmirdik. Son. Bir hekayə. Pəncərə. Fərhad 2 gün öncə 42 yaşını doldurdu. Ailəsi ondan ayrı yaşadığından görünür həmin gün onun yaş günü heç kimin yadına düşmədi. Əslində artıq neçə il idi ki, onun məhz o gün, Fərhadın doğulduğu gün heç kim yada salmırdı. Fərhad heç kimi gözləmirdi də. Ancaq ürəyində artıq 3 il idi ki, ondan ayrı yaşayan ailəsinin hər bir üzündən nəsə umurdu. Umurdu ki, ya qızı Nazlı, ya da oğlu Tural məhz o gün qapıdan girəcək, onun boynuna sarılacaq, təkcə ilə xoş sözləri ilə onu təbrik edib sevindirəcəklər. Fərhada bundan artıq heç nə lazım deyildi. Arvadı Sevdadan heç nə ummurdu. Zamanında Sevda ilə böyük bir sevgi qarşılığında evlənmişlər. Ancaq görünür Sevdanın sevdası da aradan keçən illər ərzində qar kimi əriyib yox olmuşdu. Yox olmuşdu ki, bir zamanlar Fərhadı elə dağları yaran əfsanəvi Fərhad kimi qəhrəman xarakterli olmasına, qeyrətinə, dürüstlüyünə görə sevən Sevda sonradan ondan soyudu. Sevgisi bir yana qalsın, heç hörməti də, mərhəməti də qalmadı ki, sonunda onunla evlərini ayırmağa da qərar verdi. Və bu qərarı verəndə Fərhadı necə bir ağır duruma soxduğunu Sevda heç düşünmədi də. Heç düşünmədi ki, bu qədər birlikdə ömür sürdüyü həyat yoldaşı, 2 övladının atası olmuş bu adam bu yeni ünvanda necə yaşayacaq, ona orada kim baxacaq? Fərhad orada nə yeyəcək, nə içəcək? Sevda nəyi ki bunlar düşünmədi, əksinə ağır bir yükdən qurtulurmuş kimi işləri elə tez həll elədi ki, Fərhaddan elə tezgaha qurtardı ki, bu hərəkəti ilə Fərhadın ürəyinə dərin, sağalmaz bir yara da vurdu. Həm də bu yara üstündən daha bir yara vurdu. Ancaq nədənsə Fərhad onu qınamadı, ondan küsmədi. Qınayanda özünü qınadı, küsəndə də öz bəxtindən küsdü. Çünki artıq hər şeyi anlamışdı. Başqasına deməsə də, zaten kimə də deyəcəkdi ki, təkcə özünə etiraf edirdi ki, başına nələr gəldisə, hamısında bir tək özü günahkar idi. Məyər bilmirdi ki, necə bir cəmiyyətdə yaşayır? Görmürdü ki, namusa, qeyrətə, qəhrəmanlığa qiymət verən yoxdur? Evini, ailəsini, 2 körpə uşağını damın altında kimə əmanət edib cəbhəyə getmişdi. Könüllü cəbhəyə getmək, vətən yolunda canlı odun alovuna içinə atmaq bu cəmiyyətdə kimin umurunda idi ki? Məyər bu ölkədə buna qiymət verən var idi? Millətin zillətlə böyütdüyü oğulları qapılarının qulu köləsi hesab edən bu hakimiyyət, o haqq eləmədiyi kürsüdə daha bir müddət oturmaq üçün, bu ölkənin varını yoxunu biraz daha talan eləmək üçün o övladlara utanmadan get mənim yolumda öl əmrini verərkən, o gözü yolda qalan analardan necə həyat eləmirdisə,
Əgər o gedər gəlməzdən geri gələnlər olurdusa, onlara orden, medal bir yana qalsın, Allahın bir çox sağ olunu, afərini də deyən olmurdu. Halbuki nə Fərhad, nə də onun kimi vətənsevər oğlanlar o savaşa orden, medal xatirinə getməmişlər. Onlar torpaqların bir-bir əldən getdiyini görmüş, arxa cəbhədəki ailələri üçün narahat olmuş, düşməni torpaqlardan qovmaq üçün cəbhəyə getmişlər. O qədər pəhləvan cüssəli, boylu buxunlu vətən övladları qırğına verildi. Neçə-neçə evin çırağı söndü və nə var, sonunda bir şübhəli atəşkəs hoqqası ortaya qoyulacaqmış. Hansı ki, elə bu anlaşılmaz atəşkəs də bu boyda ölkənin başını önünə idi. Bütün tökülən qanlar, qırılan oğullar boş yerə hədər getmiş oldu. Bu gənc övladların üstünü qara torpaq örtən kimi hər şey də unuduldu. Zaman yenə keh əhval, çalçağı zaman oldu. Ortalıqda Fərhad kimi şikəstlər gözdağı olaraq qaldı ki, onların qeydinə nə dövlət qalırdı, nə də doğmaları. Həqiqət bu idi ki, əlillər öz ailələrinə də ağır yük olmuşdular. Fərhadı hər şeydən çox yandırıb yaxan o idi ki, Qarabağ savaşı adı altında kodlaşdırılmış bu siyasi oyun doymaq bilməyən korrupsioner iqtidarın gündəmində hələ də aktuallığını qoruyub saxlayır, hələ də sərhədyanı cəbhə həddində hər gün boş-boşuna qurbanlar verilirdi. Halbuki Fərhadın o cəbhədə can qoyub, qan töküb, ağır yaralanıb geri qayıtdığından artıq 10 il keçirdi. Ancaq hələ də heç nə dəyişməmişdi. Əvəzində əlillərin sayı gün-gündən artır, onların özlərinin, ata-anaların ahvayı dünyanı başına götürürdü. Lakin iqtidardan səs çıxmırdı. Laqeydlik o dərəcədə idi ki, bu ah-nalələri dünya eşidirdi, onlar eşitmirdilər. Piy bağlamış qulaqlar heç nə eşitmir, piy bağlamış ürəklər heç nə hiss eləmirdi. Zalimin zülmü gün-gündən artdıqca məzlumun ah-naləsi ərşə qalxırdı. Fərhad bu başına gələnləri çox düşünürdü. Bugün olsaydı, heç məcburi çağırış da gəlsəydi, bir yolunu tapar, cəbhəyə getməzdi. Ailəsini, övladlarını düşünərdi. O vaxt uşaqları heç bir işi gücü olmayan Sevdanın üstünə atıb cəbhəyə gedəndə Nazlının 7, Turalın 5 yaşı vardı. Onun cəbhədə qəhrəmanlıqlar elədiyi o 5 il ərzində görəsən o uşaqlara kim baxdı? Onlar nə yedilər, nə içdilər? Bunları düşünəndə Sevdanı haqlı hesab edirdi. O illər onlar üçün necə keçdi, imdadlarına kim yetişdi, bunları heç bugün də bilmirdi. Halbuki mənasız siyasi bir oyun üzündən balalarının necə böyüdüyünü də görmədi. Doğru olan bu idi ki, o ailəsinin başında qalıb başlarının çarəsinə baxmalı idi. Zaten bu cəmiyyətdə yaşayış hər kəsin öz bacarığına qalmışdı. Heç bir təhsilin, savadın, qabiliyyətin əhəmiyyəti yox idi. Sanki dövləti idarə edən qurum tərəfindən hər kəsə belə bir sərəncam da verilmişdi. Heç kim dövlətin üstünə gəlməsin. Hər kəs öz başının çarəsinə özü baxsın. Və bu fürsətdən istifadə edən zirəng insanlar da başlarının çarəsinə öz bildikləri kimi baxırdılar. Belə bir cəmiyyətdə qəhrəmanlıq sevdasına düşənlərin ağlı yox idi. Fərhadın da ağlı olmadı. O öz qeyrətinə qurban getdi. Nə gerisini düşünmədi, nə də axırda belə olacağını bilmədi. Bilsəydi, o yola getməzdi. Bir iş tapardı, ailəsini də pis yaxşı dolandırardı. Daha bugünkü kimi ailəsi dağılmazdı. Nə övladları ondan ayrı düşməzdi, nə də Fərhad da bu cür acınaqlı duruma qatlanmaq zorunda qalmazdı. Son zamanlar həm də bu bir otaqlı mənzilə yerləşəndən bəri Fərhadın ürəyində gündə neçə dəfə bir atalar sözü təkrarlanırdı. Özüm özümə elədim, kölü gözümə elədim. Fərhad ciddi bir adam idi. Vaxtilə həyat yoldaşının öz rəfiqələri arasında öyündüyü bu ağır təbiət, əsl kişi xarakterli yoldaşım mənim dediyi Fərhad, sonradan yenə də elə ilk olaraq Sevdanın dilindən məzlum, çarəsiz ifadələri ilə damğalandı. Bu çox ağır bir damğa idi. İnsanın qüruruna toxunan, onu alçaldan bir damğa idi. Buna qatlanmaq da hər kişinin işi deyildi. Həyatın bundan sonrası bu minvalla davam edincə də birazdan aradakı bağlar qopdu, ailə parçalandı. Ümumi evləri 2-yə bölündü. 4 otaqlı mənzilin 3 otağı Sevda ilə 2 uşağa, bir göz otaq da Fərhada ayrıldı. Ev dəyişmə əməliyyatı ona görə tez baş tutdu ki, Fərhadın bir otağı Qaraçuxur qəsəbəsində 9 mərtəbəli evin lap 9-cu mərtəbəsində həm də təmirsiz idi. Görünür, bu evdə hər zaman tələbələr qalıblarmış ki, hər tərəf islahatdan çıxmış, divar kağızları çox yerdə tökülmüş
bəzi yerdə də qələmlə yazılmış düsturlarla, cümlələrlə, cildli şəkilləri ilə dolu idi. Bu ev hətta yüksək səviyyədə təmirli olsaydı belə, Fərhadın belə bir evdə yaşaması kimi bir qərar, onun kimi yardıma ehtiyacı olan bir adam haqqında nə qədər insanlıqdan xaric bir rəftar olmalı idi. Bu belə idisə də Fərhad səsini çıxartmadı, etiraz eləmədi. Qismətdə boyun əyərək bu evi qəbul elədi. Halbuki bu evə yerləşmək ömrünün sonuna kimi aşağı enə bilməmək, torpağa ayağı dəyməmək demək idi. İlin 9 ayı lifti işləməyən bu binanın 9-cu mərtəbəsində yaşamaq hələ ələ ayağı yerində olanlar üçün də çəkilməz bir məşəqqət idi. Sabir adlı qapı qonşusundan başqa üz tutub yardım istəyəcəyi heç kimi olmayan Fərhadın o evdən aşağı enməsi hələ bir yana qalsın, o evdən çıxması belə mümkün olan şey deyildi. Allahın ona rəhmi gəlmişdi ki, bura köçdüyü ilk günlərdə Sabir adlı öz həmyaşıdı, qapını döymüş, bundan sonra nəyə ehtiyac olsa çəkinmədən onu yardıma çağırmasını təklif eləmişdi. Sabir qonşuluğunda bir əlinin köçdüyünü görmüş, onun burada tək yaşayacağını təxmin edərək vəziyyəti anlamışdı. O gündən də Sabir Fərhadın suyunu, çörəyini alıb gətirir, gündə neçə dəfə Fərhada baş çəkirdi. Ən vacib məqamlarda Fərhad da Sabiri çağırır, onun yardımı ilə həyatını sürdürməyə çalışırdı. O Sabirdən çox utanır, xəcalət çəkirdi, ancaq çarəsi də yox idi. Sabir o qədər gözəl insan idi ki, Fərhada qapını kilidləməməyi tapşırmışdı. O gündə neçə dəfə öz ailəsinin yanından qalxıb Fərhada baş çəkməyə gəlir, əynini dəyişməkdə, yemək qızdırmaqda və digər məsələlərdə ona kömək edirdi. Sabir hər gəlişində evdən də xanımının bişirdiklərindən bir şeylər gətirər, bir xeyli oturar, Fərhadla keçənlərdən, gələnlərdən maraqlı söhbətlər edərdi. Sabir öz insanlığı ilə artıq Fərhadın tək dostu, tək sirdaşı olmuşdu. Düzünə qalsa, Fərhad ancaq Sabirin sayəsində evinə, əslində yeni durumuna alışa bilmişdi. Sabir kimi bir qonşusu olmasaydı, Fərhad bəlkə də çoxdan intihar edərdi. Belə bir fikir də ağlına az gəlməmişdi. Fərhadı bu evə yerləşdiriləndən bəri Sevda hələ bir dəfə də olsun gəlib ona baş çəkməmişdi. Sevda ilə uşaqların payına düşən 3 otaqlı mənzil şəhərin mərkəzində yerləşirdi. Bəlkə uzaq olduğu üçün gəlməyə vaxtı yox idi. Yaxud bəlkə Sevda da bu illər ərzində öz evini, yeni yuvasını qurmaqla məşğul idi. Belə deyilsə də o bura niyə gəlməli idi ki? Onlar ayrılmışdılar ki, ayrı da yaşasınlar. Fərhad bunları da anlayırdı. Fərhadın ürəyində bütün sualların cavabı var idi və o bu cavablarla razılaşırdı. Fərhad övladlarını çox sevir, mərkəzdə yaşadıkları üçün onların yerinə çox sevinirdi. Bari onlar mərkəzdə olsunlar, rahat yaşasınlar. Fərhadın mənzili təmirsiz idi. Düzünə qalsa bərbad idi. Ancaq Fərhad heç nəyə fikir vermir, yaşadığı hər şey haqq elədiyini düşünürdü. Evin halının fərqində olmasa da bircə pəncərədən görünən panoramdan Fərhad çox razı idi. Onun günü demək olar ki, bu pəncərənin önündə keçirdi. Bəxtindən pəncərə elə yerə çıxırdı ki, buradan gördüklərini nəzərə alanda bu pəncərənin adi pəncərə olmadığını, əslində həyatın içinə baxan bir pəncərə olduğunu qəbul etmək olardı. İki tərəfdən eyni tipli 9 mərtəbəli binaların cərgələnməsi Fərhada bu qədər qonşuları, onların hətta evlərində baş verənləri müşahidə etmək kimi imkan verirdi. Fərhad qonşuların evini güdməyi sevmirdi, ancaq bəzən o evlərdə yaşanan bəzi məqamlar diqqətini çəkə bilir, ona bir film izləyirmiş kimi maraqlı gəlir, tənha həyatını bir neçə dəqiqələrlə də olsa müxtəlif mövzularla doldura bilirdi. Bir yataq, bir dolabdan ibarət olan evində Fərhad bir televizorun belə olmasına heyfslənmirdi. Zaten televizora baxmağı da sevmirdi. Televizorlar artıq 30 il idi ki, xalqı gerizəkalı yerinə qoyur, cəmiyyətdə baş verən hər şeyi tərsinə şərh edir, xalqın gözünün içinə baxa-baxa yalan danışırdı. Ona görə də Fərhad özü də evinə televizor olmasını istəmədi. Ona bu pəncərə bəs edirdi. Dünyanın bütün həqiqətləri bu pəncərənin önündən gəlib keçirdi. Fərhad da hər şeyi görür, hər şeyi anlayırdı. Evin önündən dönüb düz o başa gedən asfalt yol, irəlidə 4 yol ayrıcına çatır, orada rəngli işıqların əmrinə tabi olaraq 4 bir yana ayrılırdı. Ora çatan maşınlar da müəyyən qədər qırmızı işığın hökmündə qalır. Bu zaman əslində Fərhada da bu maşınların sahibləri barədə fikir yürütməyə imkan verirdi. 9-cu mərtəbədə yaşamağın da bu üstünlüyü var idi.
hər şeyi yuxarıdan ovuc içi kimi görmək olurdu. Fərhad dərin xəyallara dalaraq nəsə fikirləşirdi. Elə bu vaxt çox böyük sürətlə gələn qırmızı işıqda özünü zorla cilovlamağı bacaran qızılı rəngi ilə günəş şüalarının altında alışıb yanan Volkswagen markalı maşın diqqətini cəlb elədi. Maşından qalxan xarici musiqiyə də elə yüksək səs verilmişdi ki, adətən gördüyü kadrları səssiz izləməyə alışmış Fərhad da bu musiqini eşidirdi. Bəllidir ki, bu bəy balası gəncin kefi göylə gedirdi və yaşadığı bu ölkədə Fərhad kimlərin də var olduğundan onun bəlkə heç xəbəri də yox idi. Bu gənc burnunu bu qədər dik tutmasaydı, boynunu döndərib sağına baxsaydı, içi bir yana qalsın, damına qədər də dolu pomidor yeşikləri yüklənmiş, daşıdığı yükün ağırlığından az qala yerə yapışmış çox nimdaş Moskviçi də görər, sükan arxasındakı kasıb kişinin ona necə həsrətlə baxdığını da şahid olardı. Ancaq Fərhad da bilirdi ki, o oğlan dönüb baxmayacaq. Çünki onun gözü işıqlarda, qulağı da xarici musiqidə idi. Yaşıl işıq yanan kimi sürəti artıracaq, toz olaraq gözdən itəcəkdi. Fərhad onu da bilirdi ki, ataları bu evladları 3 meymun əqidəsində yetişdirirlər. Onlar ürəklərindən olmayan halları nə görür, nə eşidir, nə də o barədə danışırlar. Belə qoçaq oğlanların cibində saxta yollarla alınmış hərbi bilet, sürücülük vəsiqəsi, diplom, hətta diplomatik pasportlar və digər sənədlər hazır dururdu. Lakin ciblərində ən yüksək mövqelərin daşılan keçən sənədlərini daşımalarına baxmayaraq, onların əlindən gələn tək şey atalarının rüşvət almaqla topladığı böyük sərvəti dağıtmaq idi. Onlar bircə bunu çox gözəl bacarırdılar. İnsafla onların işi də asan deyildi. Vaxt olurdu ki, bu yazıqlar ayı ətindən kebab yeməli, Dubayda ralli keçirməli, İngiltərənin kazinolarında tər tökərək qumar oynamalı, böyük-böyük məbləğlər uduzmalı olurdular. Təbii ki, bu da hər oğlun işi deyildi. Düşüncələrinin bir yerində gördüyü başqa bir mənzərə Fərhadın fikirlərini yarıda qoyur. Həmin o qonşu binaların önündən keçərək zibil qablarından plastik içəcək qablarını toplayan 12 yaşlı oğlan uşağı. Fərhad onu da hər gün görürdü. Bu oğlan evinə çörək pul aparmaq üçün gün boyu bütün yaşayış sahələrini dəfələrlə o başa gəzəcək, başını o böyük zibil qutularının içinə soxacaq, orada boş plastik qablarını axtaracaq, tapanda da sevinəcək. Çox güman ki, məktəbi buraxmışdır. Bu geyimdə, bu üst başda onun məktəbə gedəcək halı yox idi. Onun və ailəsinin çörək almağa pulu yoxkən, onun məktəbdə gedəcək halı mı var? Fərhadın ürəyi sızıldadı. Bugün bu ölkədə belə uşaqların sayı minlərlə idi. Ancaq nə üçünsə hər gün yüksək tribunalardan yalan danışıb lovğalanan dövlətin yöneticilərinin bu durum heç veclərinə də deyildi. Ölkədə insanların rifah halı bu qədər aşağı ikən, xalqın çoxu səfalət içində yaşayarkən, hakim qüvvələr öz keyflərinə görə hərəkət edir, paytaxtın dar-darısqal küçələrində bu ölkəyə uzaqdan yaxından heç bir aidiyyəti olmayan formalı bir yarışlarının keçirilməsini günün ən vacib məsələsi kimi təşkil edirlər. Ac xalqın gözü önündə bu yersiz yarışmaya 82 milyon manat vəsait ayıra bilirlər. Fərhadın öz düşüncələrindən sanki qan beyninə vurdu. Ucadan dilindən bu sözlər çıxdı. Of, Allahım, sən bunları niyə görmürsən? Görürsənsə, necə götürürsən? Yenicə geri çəkilmək istəyirdi ki, başqa bir mənzərə diqqətini çəkdi. Yaşlı qadın bir əlində 10 litrlik süd bidonu, bir əlində də yumurta ilə dolu həsir zəmbil, isti başına döyə-döyə, səndirləyə-səndirləyə evin tinindən çıxdı. O bir giriş qapısının yanındakı kölgəlikdə ağır yükünü yerə qoydu, girişin pləkanında oturdu. Allah bilir evdən nə vaxt çıxıb, ancaq hələ də malını satıb qutara bilməyib. Odur ki, göydən od yağan bu hissidə hələ də evinə qayıda bilmir. Bu küçə bazarlığı ilə məşğul olan insanların sayı o qədər çoxdur ki, artıq rəqabət də öz işini görür. Biri malını sata bilirsə, birinin də malı əlində qalır. Bütün bu hallar da bu ölkədə yaşayışın çox aşağı durumda olduğuna bir sübutdur. Yaşlı qadın başındakı şalı biraz araladı. Şalın bir ucu ilə sinəsindən axan təri sildi. Sonra zəmbildən su qabı çıxardıb sudan içdi. Olan qalan gücünü toplayaraq yorğun səslə müştəri çağırmağa başladı. Süd, süd, yumurta, yumurta, gəl ay müştəri, təzə inək südü, su qiymətinə, kənd yumurtası 10 qəpiyə. Fərhad belə mənzərələri görəndə öz halı yadından çıxırdı. İndi də
Bu yaşlı qadına yazığı gəldi. Görəsən evdə vəziyyət necədir ki, bu yazıq bu yaşında küçələrə düşüb mal satır. Bəlkə o cəbhədə qırılan oğullardan birinin anasıdır. Oğlu olsaydı onu küçələrə salardımı? Öz düşüncələrindən Fərhadın dərdi təzələndi. Gör milləti nə günə qoyublar ey şərəfsizlər. Nə var ki, o andıra qalmış kürsüdə ölünc oturmaq istəyirlər. Gör millətin başına nə oyunlar açdılar ey. İnsanlara babət maaş, normal pensiya versəydilər, belə olardımı? Milləti dilənçi yerinə qoyublar. İnsanlar hətta haqları olan o 1-2 manatı da rüşvət vermədən ala bilmirlər. Bu andıra qalmış rüşvət kəndir olub keçib millətin boğazına da gün olmur ki, intihar edən olmasın. Fərhad özünün 50-lik pulunu necə aldığını xatırladı. Ürəyi bulandı. O vaxt hələ ayrılmamışdılar. Sevda qalmışdı Sosial Təminat İdarəsi ilə evlərinin arasında. Hər gün onu bir bəhanə ilə geri qaytarırdılar. Sevda da hər gün o yolu gedib gəlirdi. Sonunda ona açıq tezlə demişlər ki, 3 ayın pulunu götürməsələr bu iş düzələn deyil. Sevda da axırda yorulub təslim olmuş, Fərhadın cəmi 55 manatdan ibarət olan 50-lik pulunu 3 ayından əl çəkmişdi. Belə də dövlət, belə də insafsızlıq olar. 55 manat da 50-lik pul olarmı? Bu pula əlil necə yaşasın? Hara getsin, dərini kimə desin? Vətən uğrunda tökülən qana verilən qiymət budurmu? Fərhadın hələ bir baxımdan bəxti gətirmişdi. Nə yaxşı ki, vəfalı cəbhə dostu Vüqarın sayəsində bu əlil arabasına sahib ola bilmişdi. Yoxsa o da başqaları kimi ömürlük yatağa məhkum olub qalardı. Vüqar Fərhadın cəbhə yoldaşı idi. Onlar cəbhədə bir-birinə güvənməyi öyrənmiş, o vaxtdan da dost olmuşlar. O vaxt cəbhədən qayıdan kimi Vüqar vəziyyəti gördü, hər şeyi anladı, ailəsini də götürüb Avropaya köçdü. O vaxtdan da orada yaşardı. Vüqar orada bütün insan haqlarına sahib olmuş, insan kimi yaşayırdı. Övladları Avropanın ali məktəblərində təhsil alırdılar. Vüqar hər zaman yaşayışlarından razılıq edir, Azərbaycanın iqtidarını söyüb batırırdı. Öz xalqına düşmən kimi yanaşan bu iqtidarı biz niyə qovmuruq? Sualı ilə başlayan bir monologu da var idi Vüqarın. O vəfalı dostu idi, Fərhadı heç unutmurdu. Bir il əvvəl ona 50 arabası alıb göndərdi. Bir ara Fərhadı ora yanına aparmaq istəyirdi. Vüqar deyirdi ki, Fərhad kimi əlilin yeri məhz buradır. Burada əlillərə elə baxırlar ki, bəlkə insanın doğmaca anası da belə baxa bilməz. Vüqar o başdan bunları söyləyərkən bu başda Fərhadın uşaq kimi ağladığından xəbərsiz idi. Ancaq Fərhad bu təklifin çətin, hətta heç mümkün olmayacağını anladı. Dostuna boşuna yorulmasın mesajını verib oturdu. İndi bu əlil arabası Fərhadın hər şeyidir. Fərhad ömrü durduqca Vüqara dua edəcəkdi. Fərhad yenə də pəncərənin önündə idi. Maşınlar yenə şütüyür, işıqlara çatanda dayanıb nəfəslərini dərirdilər. Bu vaxt Fərhadın diqqətini bir şey çəkdi. İşıqlara doğru şütüyən maşınların sayı da çox idi, hamısı da çox bahalı maşınlar idi. Yaxınlaşanda Fərhad bunların bir toy karvanı olduğunu anladı. Öndəki də gəlin maşınıymış. Onu elə qəribə, elə qeyri-adi bəzəmişdilər ki, bu cür bəzək-düzəyi Fərhad bir vaxtlar Hind filmlərində görmüşdü. Filmin qəhrəmanı Maharajın oğlu olanda onun da gətirəcəyi gəlinin maşınını bu cür bəzəyirdilər. Necə deyərlər, maşını əndazədən çıxardırdılar. İndi bu Qaraçuxur yolunda bu Maharaj oğlu hardan çıxmışdı ki, onu da maşını bu cür zərziba içində itib batırdı. Kərvan gəlib qırmızı işığa çatanda dayandı. Bu vaxt Fərhadın qulağına vağzalı səsi çatdı. O da hər şeyi anladı. Demək ki, Maharaj da özümüzünkiymiş. Onun oğlunun gəlini üçün bəzədilmiş bu maşın da öz Maharajımızın oğlunun zövqünə görə bəzədilmiş. Pul çox olmaqla deyil ki, zövqsüzlük, ən əsas da görməmişlik böyük dərddir. Çünki onu gizlətmək olmur. Hər yerdən vurub çıxa bilir. Elə bunları düşünürdü ki, bir dəstə əyinbaşı tökülmüş yeniyetmə qaça-qaça gəldi, gəlin kərvanının yolunu kəsdi. Bunlar adətən yol kənarında dayanıb sürücülərə salfet satan, qəzet satan, təkərləri yaxud şüşələri silməyi təklif edən küçə uşaqları idi. Onlar bu əhlikev toy sahiblərindən bir şey qoparmaq üçün adətə uymuş, yolu kəsmişdilər. Bir müddət bunlara reaksiya verən olmadı. Sonra birinci maşının ön pəncərəsinin şüşəsi endirildi və yola bir ovuc xırda pul, yəni bu ölkədə heç nəyə yaramayan
qəpik quruş atıldı. Uşaqlar bunu görüncə qəzəbləndilər. Əl-ələ kilitlənərək yolu kəsməyə davam elədilər. Bu vaxt yaşıl işıq yandı və gəlin maşını sürət yığıb maşını düz uşaqların üstünə sürdü. Uşaqlar yana atılaraq canlarını güclə qurtardılar. Fərhad da o gəlin karvanı ən alovlu nalayıq ifadələrlə bəzədi. Çünki toylarına Türkiyənin ən məşhur müğənnilərini, həm də bir neçəsini birdən dəvət edən, onların ifa elədiyi bir-iki qotur mahnıya milyonlar xərcləyən bu haramzadələr küçədə yaşayıb, küçədə böyüməli olan bu kimsəsiz uşaqlara bir-iki onluğu da çox gördülər. Halbuki Fərhad düşünürdü ki, bu yetim, kimsəsiz uşaqlar göydən düşməmişdir ki, başqa ölkədən də gətirilməmişdi. Onlar bu ölkənin, bu xalqın yetimləri, bu xalqın kimsəsizləri idilər. Onların çoxu müharibədə həlak olmuş qeyrətli oğulların uşaqları idilər. Onların ataları övladlarının gələcəyi naminə həyatlarından keçmişlər. Halbuki onların həyatları bahasına öz kürsüsündə daha neçə müddət oturmuş olanlar o qəhrəmanların övladlarına sahib çıxmamış, onları küçələrdə yaşamağa məhkum etmişlər. Bugün də onları heç insan yerinə qoymur, maşınlarını onların üstünə sürürlər. Fərhadın ürəyi sıxıldı. Allahım, sən bu zülmü yerdə qoyma. Heç olmasa uşaqların xatirinə yerdə qoyma, ya Rəbbim. Yaxşı ki, heç vaxt kilidlənməyən qapı açıldı. Fərhadın övladlarından böyüyü olan 17 yaşlı qızı Nazlı içəri girdi. O həmişə olduğu kimi hamıdan istiqanlı çıxmış, 2 gün sonra da olsa atasına baş çəkməyə gəlmişdi. Düşüncəli qız görünür atasına gərəksiz bir hədiyyə almağı yersiz hesab eləmiş, öz ağlı ilə ona 2 dəst at paltarı alıb gətirmişdi. Fərhad bilirdi ki, bu fikir Sevdaya aid deyildi. Bu fikir məhz elə qızının, atasına hamıdan daha çox canı yanan Nazlı'nın fikridir. Nazlı hər həftə atasına baş çəkməyə gəlir, onun evinə əl gəzdirir, yatağının üzünü dəyişir, atası can baxımına diqqət yetirir, onun əyin başını da dəyişib gedirdi. Bu qız ayrıldıkları gün insafı ilə buradaca qoyub getmiş anasından fərqli olaraq atasını nəzarətsiz buraxmır, hər gəldiyində də bir şeylər pişirir, yedirtdiyini yedirdir, qalanını da soyucuya qoyub gedirdi. Fərhad bir ata kimi qızından çox razı idi. Həmişə ona dua edir. Tək yaşamalı olduğu üçün övladını yollarda qoyduğuna görə ürəyində vicdan əzabı da çəkirdi. Bu dəfə də Nazlı aldığı hədiyyəni atasının dizinin üstünə qoyub dedi: "Ata, biz lazımsız hədiyyələri neyləyirik? Ondasa bir-birimizə ehtiyacımız olanı alaq da, elə deyilmi?" Fərhad kövrəldi. Göz yaşlarını gizləməyə çalışdı, ancaq bacarmadı. Titrəyən səsi ilə dedi: "Elədir qızım, elədir. Hər şey üçün çox sağ ol. Ancaq sən yenə də nahaq zəhmət çəkmisən. Mənim hər şeyim vardı." Atasının körpə uşaq kimi dolduğunu görən Nazlı cəld əyilib atasının boynuna sarıldı. "Ata, belə eləmə. Sonra mən səni burada bu halda qoyub gedə bilmirəm. Ürəyim sənin yanında qalır. İstəyirsən gəlim həmişəlik səninlə qalım." "Yox, qızım, buna ehtiyac yoxdur. Sən məni düşünmə, dərslərinə fikir ver. Məni sevindirmək istəyirsənsə, ali məktəbə hazırlaş. Oxu, sənət sahibi olar." "Arxayın ol ata, mən çox ciddi hazırlaşıram. Əlimdən gələni edəcəyim ki, sənə bir sevinç yaşadım. Ancaq mənim də bir əhdim var. Mən ali məktəbə daxil olan kimi köçüb bura gələcəyim, səninlə yaşayacağam." "Yox, qızım, bu fədakarlığa ehtiyac yoxdur. Həm də anan da buna razı olmaz. Anam indilik qarışa bilir. Yaşım tamam olandan sonra mənim qərarlarıma qarışa bilməyəcək." Fərhad biraz tutuldu. "O nə sözdür qızım? Bu hərəkətin doğru deyil. Adam da böyüyünün sözündən çıxarmı?" "Çıxar. Anam öz şəxsi həyatını yenidən qurmaq istəyir. Mən də ondan bircə il möhlət istəmişəm. 1 il sonra mən o evdən çıxacağam. O da nə istəyər, eləyər." Qızının bu sözündən Fərhadın nitqi tutuldu. Ağzı açılı qaldı. Demək, Sevda ərə getməyə hazırlaşırmış. Halbuki onlar hələ də rəsmən boşanmamışlar. Fərhad birdən ürəyində öz sadəlövhlüyünə güldü. Azərbaycanda bu məsələ müəyyən bir məbləğlə elə tez həll oluna bilir ki, Fərhadın heç ruhu da duymaz. Bəlkə də Sevda bu məsələni çoxdan həll edibmiş. Yoxsa Fərhadın da qulağına bir şeylər çatardı. Fərhadı soyuq tər bastı. Nazlı onun bu halını gördü. Onsuz da çarəsiz qalmış atasına belə bir məlumat verdiyinə peşman oldu. "Ata, bağışla. Gərək deməyəydim." "Yox, sən düz elədin. Burada nə var ki? Anan hələ gəncdir. Həyat bu qədər çətinkən ömrünün sonu kimi tək yaşayası deyil ki. Sadəcə mən belə bir xəbərə hazır deyildim. Sadəcə bu. Sən fikir vermə. Mən bunu da qəbul eləməyə çalışacağam. Çünki günah özümdədir.
Vaxtında bilməli idim ki, bu xarabada kişi kimi yaşamağa imkan yoxdur, olmayacaq da. Nə isə, sən gəl otur, danış görüm Tural necədir, niyə buralara gəlmir? Turalı bilirsən də, oxumaqla arası yoxdur. Avara-avara gəzir, heç nəyə ciddi yanaşmır. Son zamanlar mən onunla heç dil tapa bilmirəm. Dərslər də vaxtını çox alır, artıq Turalı balaca uşaq kimi güdməyə vaxtım qalmır. Özün bilirsən, mən həyatımı qurtarmalıyam, ən azı bunun üçün oxumalıyam. Fərhad yenə kövrəldi. Allah səndən razı olsun qızım. Özün üçün oxu, məni də sevindirmiş olarsan. Ancaq qardaşını da başıboş buraxma. O və əvvəldən də tənbəl idi. İndi fürsət tapıb biraz da yolunu azar. Onu nəzarətsiz buraxma. Bu aralar ona qarşı daha diqqətli ol. Bilirsən, ananın fikri indi başqa yerdədir. Turalın yaşının pis vaxtıdır. Onu gözdən qoymaq olmaz. Bilirəm ata, mən əlimdən gələni edəcəyəm. Hətta gələn dəfə onu da gətirəcəyəm bura. Sən özün onun başına al qoyarsan. Nazlının səmimiyyəti hər kəlməsi ilə Fərhadı kövrəldir, ürəyinin altını üstünə çevirirdi. O özünü ağlamaqdan güclə saxlayırdı. İrəlidə təbii ki, ağlayacaqdı da, səsini başına atıb hönkür-hönkür ağlayacaqdı. Ancaq əsas məsələ o idi ki, bunu indi eləmək olmazdı. Nazlı getmədən olmazdı. Fərhad oğlundan çox nigaran idi. Yaşı 15 də olsa, oğlundan gözləntiləri daha çox idi. Hətta dilinə gətirməsə də onlar ayrılanda Fərhadın ürəyindən keçmişdi ki, bəlkə Tural onunla qalar, atasına hər işdə yardım edər. Ancaq görünür Tural anasının yanındakı sərbəstliyi seçdi ki, Nazlının bəlkə mən səninlə qalım təklifinə rəğmən o heç bir söz demədən anasına qoşulub getdi. İndi də heç atasının doğum günü olduğunu da xatırlamadı. Gec də olsa gəlib atasına görünmədi. Fərhad doğum günü hayında değildi. Sadəcə unudulacağından qorxurdu. O heç özü də yaş günü qeyd eləməyi sevməzdi. Hələ dünyanın düz vaxtı bu ad altında təşkil olan hər cür şitlikləri Fərhad ikrahla izləmiş, bəyənməmişdi. İnsanların hər bəhanə ilə əndazədən çıxmalarına şahid olduqca Fərhad bu cür yüngül hərəkətlərdən daima çəkinmiş, ailə həyatlarına da belə şeylərə yer verməmişdi. İndi də məqsəd doğum gününü qeyd eləmək deyildi. Məqsəd övladlarını bir fürsətdə də görmək, onlarla söhbət eləmək, necə yaşadıkları barədə müəyyən məlumatlar almaq idi. Məlumatın ən ağırı Sevdanın ərə getmək qərarı oldu. Ancaq Fərhad bu dəfə də onu qınaya bilmədi. Sadəcə övladlarını hesab alanda bu qərar biraz yersiz görünürdü. Getməli qızı, boyu bərabəri oğlu olan bir qadının yenidən ərə getmək istəməsi biraz irəlini görmədən alınmış qərar kimi bir şey idi. Hər şey yüz ölçüb biçmədən düşünülməmiş bir addım kimi görünürdü Fərhada. Ancaq bu fikrində nə qədər haqlı idi, onu da bilmirdi. Fərhad yenə də pəncərədən həyata baxırdı. Pəncərədən görünən o həyatda son günlər müxtəlif qəribə hadisələr baş verirdi. Gah 9 mərtəbəli binaların kəsişdiyi itindən o yana açıq meydana çoxlu insanlar toplaşır, görünürdü ki, siyasi mitinqlər keçirirdilər. Onlar ucadan pafoslu çıxışlar edir, nəyəsə etirazlarını bildirir. Görünür, bu yolla da həyatlarında nəyisə dəyişməyə çalışırdılar. Əllərində dalğalanan Azərbaycanın və müxtəlif siyasi partiyaların bayraqları da belə düşünməyə əsas verirdi. Biraz sonra ona yaxın ən bahalı polis maşınları bu mitinq iştirakçılarını mühasirəyə aldılar. Qolu zorlu polislər mitinq təşkilatçılarını aktivləri tutub maşına basdılar, qalanlarını da dəyənəklə döyə-döyə dağıtdılar. O axşam bu hadisənin davamı kimi Fərhad həyata baxan o pəncərədən daha nələrəsə şahid oldu. Polis maşınları təkrar gəlib həmin meydanı mühasirəyə aldılar. Sonra bir-bir binalara daxil oldular. O binaların hərəsindən bir gəncin qollarına qandal vurub maşına basdılar. Həmin o tutulan gənclərin ana bacılarının vay şüvəni axşamın sakitliyində Fərhada qədər gəlib çatdı. Belə görünürdü ki, içəridə dözülməz işgəncələrə məruz qalan mitinq iştirakçılarından bəziləri öz yoldaşlarını ələ vermək zorunda qalmışlar. Polis də gəlib onları da apardı. Polis maşınları gəldiyi kimi getdi. Ancaq gözü yaşlı ailələr gecənin gec saatlarına qədər küçədə qaldılar. Ağlaya-ağlaya dərdlərinə bir çarə axtardılar. İl seçki ili idi. İrəlidən prezident seçkiləri gəlirdi. Fərhad başa düşürdü ki, cəmiyyətdəki bu qarışıqlıq, gərginlik də bununla bağlı idi. İnsanlar bu cür yaşamaqdan bezmişdilər. İnsanlar dəyişiklik istəyirdilər. İnsanlar haqq ədalət istəyirdilər. Fərhad da dəyişiklik istəyirdi. Xəyalında yeni bir cəmiyyətin görüntüləri, qulağında da Vüqarın
layla qədər şirin sözləri vardı. Burada əlliləri elə baxırlar ki, heç adamın doğma anası da o cürə baxa bilməz. Belə bir cəmiyyət qurulsaydı, Fərhad da ömründə bir xoş gün görərdi. Hər kəsin arzusu özünə görə idi. Fərhadın da arzusu özünə görə idi. Əlillik pulu biraz artsaydı, o özünə bir baxıcı tutardı. Daha gündə 100 dəfə qonşunun qapısını döyməz, Sabir kimi mədəni, həyalı bir insanı narahat eləməzdi. Bu qansız hakimiyyət devrilsəydi, çox yaxşı olardı. Uşaqlar Vüqarın dediyi kimi, burada da ev növbəsinə durar, hər kəs sırası çatanda öz evinə çıxar, sərbəst yaşayar, daha analarının ərə gedəcəyi yad kişinin yanında sıxıntı kimi yaşamazdılar. Vüqarın dediyinə görə Avropada sistem belə imiş. Fərhad gün boyu ürəyində xəyallar bəsləyir, o da seçki gününü həsrətlə gözləyir, seçkinin nəticələrinə böyük ümid bəsləyirdi. Bu hakimiyyət getməli idi. Artıq belə yaşamaq olmazdı. Yeni, ədalətli bir dövlət qurulmalı idi. Hər şey Avropa standartlarına yaxınlaşdırılmalı idi. Azərbaycan xalqı da insan kimi yaşamalı idi. Fərhad hiss edirdi ki, insanlar bu dəfə daha qətiyyətlidirlər. Ona görə də hər an nəsə baş verirdi. Pəncərədən görünən dünya sanki çalxalanırdı. Belə idi ki, Fərhad da özünün həyata baxan pəncərəsindən qəribə şeylər də görürdü. Məsələn, bir axşam bir topa yeniyetmə ətrafa boylana divarlara, avtobus dayanacaqlarına, işıq dirəklərinə kağızlar yapışdırıb gözdən etdilər. Bundan bir neçə gün sonra da polislər küçələrə tökülüb o kağızları divarlardan qopartmağa çalışırdılar. Bunlar hamısı Fərhada bu cəmiyyətdə baş verənlərdən ən doğru xəbər verən, Fərhadın öz radiosu, öz televiziyası idi. Bu pəncərə Fərhadın dünyaya baxan, ancaq bütün yalançı kanallardan fərqlənən, yalnız dünyanın bütün doğrularını göstərən özəl kanalı idi. Əvvəlcə Turalın xəbəri gəldi. Turalı polis aparmışdı. Nazlı o gün atasının yanına gözü yaşlı gəldi. Baş verənləri atasına xəbər verdi. Tural da divara kağız yapışdıran gənclərə qoşulmuş. Onlar divarlara prezident bir diktatordur şüarı yazılmış kağızlar yapışdırırlarmış. Fərhadın dünyası başına uçdu. Nazlı onu sakitləşdirmək üçün Turalın tək olmadığını, yanında başqa uşaqların da həbs edildiyini dedisə də, bu xəbər Fərhadı heç qane eləmədi. İndi kim daha çox pul verəcəkdirsə, onu da azad edəcəkdilər. Pulsuzlar da Allah bilir nə qədər yatmalı olacaqdılar. Atalılar buraxılacaq, atasızlar içəridə qalacaqlar. Bu ölkədə məsələlər belə həll olunurdu. Fərhad bunu da yaxşı bilirdi, unutmamışdı. Bu durumda da çarə ancaq seçkilərə qalırdı. Bircə tez seçkilər gəlib çataydı. Artıq bir ay idi ki, səs-səmir yox idi. Nazlı da gəlmirdi. Fərhadın telefonu da yox idi ki, zəng vurub xəbər tutsun. Tural bu neçə ildə bircə dəfə atasının yanında qaldı. Onda da atasından telefonunu istədi. Fərhad da yoldaşlarının arasında telefonsuz gəzən oğluna qıymadı. Öz telefonunu ona verdi. O vaxtdan da Fərhad nə qızı ilə, nə də oğlu ilə əlaqə qura bilmirdi. Yalnız Nazlı özü gələrdisə, onda da Fərhadın onlardan xəbəri olardı. İndi bir ay olardı ki, Nazlı da gəlmirdi. Fərhadın içi-içini yeyirdi. Pəncərədən baxmaqla başını qatmağa çalışırdısa da, ürəyində bir narahatlıq, bir qorxu özünə yerləmişdi. Görəsən Turalın məsələsi necə oldu? Allah sevdanın insafını kəssin. Gör bir zəng edirmi? Turaldan bir xəbər verirmi? Bir gün yenə də güclə qalxıb təkərlikli arabasında yerini tutdu. Elə pəncərəyə yenicə yaxınlaşmışdı ki, Sabir içəri girdi. Çox gərgin görünürdü. Fərhad çox pis bir şey olduğunu anladı. Sabir ancaq telefonu ona verməyə gəldiyini söylədi. Telefonu Fərhada uzadıb getdi. Zəng vuran Nazlı idi. Ata, salam. Bilirəm ki, əhvalın yaxşı deyil. Tural üçün narahatsan. Xəbərin olsun ki, Turala 3 ay həbs cəzası verdilər. Biz heç nə eləyə bilmədik. Ancaq sən narahat olma. Biz tez-tez onun yanına gedəcəyik. Onu orada tək qoymayacaq. Fərhad doluxsunmuşdu. Ağlamaqdan özünü zor tuturdu. Sən necəsən? Niyə buralara gəlmirsən? Nazlı biraz sustu. Fərhadın səbri çatmadı. Nazlı, bir şey olub, düzünü de. Ata, mən evdən getmişəm. Nə? Ata, məni bağışla, ancaq mən getmək məcburiyyətində qaldım. Niyə? Nə oldu ki? Anam ərə getdi. Fərhada elə gəldi ki, onu iflic vurdu. Nazlı o başdan qorxdu. Ata cavab ver. Hə, qorxma, buradayam. Sən evdən niyə getdin? Bir şey oldu? Yox, məni istəyən oğlan o evdə qalmağımı, yad kişi ilə bir evdə yaşamağımı razı olmadı. Bəs sən hara getdin? Onun yanına.
Nigahsız filansız. Nigah gələn il olacaq. Yaşım tamam olanda. Bəs məktəb? Bilmirəm, baxacağam. Fərhadı soyuq tər bastı. O özünü saxlaya bilmədi. Ağlamağa başladı. Nazlı da o başdan ağlaya-ağlaya çağırırdı. Ata, qurban olum, sakit ol. Hər şey yaxşı olacaq, ağlama. Fərhad telefonu söndürdü, başını pəncərənin məhəccərini söykəyib bərkdən ağlamağa başladı. Zaten ürəyi dolu idi. Sabir qapıda idi, hər şeyi eşitmişdi. Bilirdi ki, Fərhadı necəsə sakitləşdirmək lazım gələcək. Ancaq indi düşündü ki, qoy ağlayıb ürəyini boşaltsın. Seçki günü gəlib çatdı. Fərhad da daxil olmaqla hamının ümid bağladığı seçki günü adi günlərdən də sakit, heç bir özəllik hiss etdirməyən günlərdən biri oldu. Adətən bu pəncərənin göstərə bildiyi dünyada heç nə gözə dəymirdi. Sanki insanlar harasa çəkilib yox olmuşlar. Yollarda maşınlar seyrək, küçələrdə insanlar çox az idi. Sabirin danışdıqlarına Fərhad bilirdi ki, ən böyük müxalifət partiyalar seçkiləri boykot eləmişdi. İnsanların çoxu da onlara baxıb ürəklənmiş, ömürlərində ilk dəfə seçkilərə getməməyə qərar vermişdilər. İndi hər kəs görünür evində oturaraq həyəcanla seçkilərin son nəticələrinin elan olunacağı zamanı gözləyirdi. Fərhad bu sanki uzun sürən zamanda özünə yer tapa bilmirdi. Tez-tez dua edirdi. Allahım, zalimin zülmünə son ver. Allahım, bu məzlum xalqa rəhmin gəlsin. Tək ümidimiz sənsən. Allahım, Turalıma, Nazlıma rəhm eylə. Onların xatirinə bu haqsızlığa daha imkan vermə. Fərhad baxdı ki, zaman bu minvalla keçmir, yerinə uzanıb yatmağa çalışdı. Keçirdiyi gərginlikdən elə yorulmuşdu ki, birazdan daş kimi yuxuya getdi. Bir də gözünü açdı ki, Sabir başının üstündə oturub, onun oyanmağını gözləyir. Sabirin halı heç yaxşı değildi. Fərhad cəld dikəldi, Sabirin köməyi ilə təkərlikliyə oturdu, iki əlinin barmaqları ilə saçlarını geri darayıb dedi. Hə, xeyir söylə. Sabir başını uladı. Fərhad səbirsizlik elədi. Qardaşım, dillənsənə, ya yaşat bizi, ya da öldür. Sabir əlini onun çiyninə qoyub dedi. Ölmək olmaz, qətiyyən olmaz. Biz ölsək, bəs bu mübarizəni kim davam etdirər? Davam etdirər? Yəni həmişəki kimi. Bu zalim diktator yenidən seçildi. Bu dəfə də saxtakarlıq qalib gəldi. Ancaq ruhdan düşmək olmaz. Ruhdan düşmək olmaz. Onlar da elə bunu istəyirlər. Sabir daha nələrsə danışdı, ancaq Fərhad artıq bunları eşidəcək durumda değildi. Sabir daha nələrsə dedi, Fərhad səbirli olmağa çağırdı, sonra evinə getdi. Fərhadın beyni çatlayırdı. Orada fikirlər elə qarışmışdı ki, elə düyün düşmüşdü ki, bəlkə bu başı yarıb içini boşaltsaydılar, bəlkə ancaq o zaman orada hər şeyin çözümünü tapmaq mümkün olardı. Fərhad otaqda bir-iki dəfə arabasını irəli geri sürdü. Sonra qapıya yaxınlaşıb qapını açdı. Qapını açıq buraxaraq həyatın içinə baxan o pəncərəyə yaxınlaşdı. Oradan arabanı geri döndərdi. Var gücünü yığıb araba ilə evdən pilləkən başına çıxdı. Oradan da 2 dəfə Allah sizə lənət eləsin. Allah sizə lənət eləsin bağıraraq özünü pillələrdən aşağı buraxdı. Sabir səlsə çıxanda pilləkənin ara kəsməsindəki kiçik meydançada Fərhadı qanlar içində uzanmış gördü. Təkərlikli araba onun üzərində idisə də təkərlərdən biri qopmuş, gürültü ilə 9 mərtəbəni üz aşağı diyirlənirdi. Bu səsə qonşular da çıxmışdılar. Sabir təcili yardım çağırmağı xahiş edərək özü Fərhada yaxınlaşdı. Arabanı onun üstündən qaldırdı. Əlini onun boynuna, şax damarının üstünə qoydu. Fərhad ölmüşdü. Həmin o uğursuz gün Fərhad intihar elədi. Çünki həmin gün Fərhad onu həyata bağlayan son ümidlərini də itirdi. Fərhad seçkilərin nəticəsini eşidən kimi anladı ki, bundan sonra həyatında hər şey daha da dözülməz olacaq. Anladı ki, onun 55 manatlıq əlil pulu heç vaxt artıb 110 manat olmayacaq ki, Fərhad da ondan 20 manat ayırsın, vəziyyəti onunkindən də pis olan hansısa bir fağır qadına versin, o qadın da heç olmasa həftədə bir dəfə gəlib onun evinə əl gəzdirsin. Fərhad da Sabiri hər gördüyündə xəcalətindən əriyib yerə girməsin. O anladı ki, Tural bundan belə həbsdən çıxsa da həyatda ona yeri olmayacaq. Çünki bu əliqanlı diktatorun yaltaq məmurları belə gənclərin üstündən qara qələmlə xətt çəkəcəklər, kimsə də onları yaxına buraxmayacaq.
Fərhad anladı ki, çarəsizlikdən məktəb yaşında özünü toysuz, düyünsüz bir oğlanın qoynuna atan Nazlının talehi bundan sonra necə olacaqdısa da, arxasında duranı, haraya yetişəni olmayacaqdı. O anladı ki, bu boyda övladları həyatın axarına buraxan Sevda ürəyinə daş bağlayaraq bundan sonra ancaq özünü düşünəcək, Fərhaddan da, talehindən də acığını bu yolla çıxacaqdı. Fərhad irəlidə bunların yaşanacağını da, özünün bu olacaqları görməyə dözə bilməyəcəyini də bircə anın içində anladı. Ümidsizlikdən qızmış beyninə qəsdən soymağa imkan vermədi. İmkan versəydi, bəlkə intiharın böyük bir günah olduğunu da xatırlayardı. Bəlkə Allahın qəzəbindən qorxar, bəlkə bu fikirdən vaz keçərdi. O isə bilə-bilə buna imkan vermədi. Qızmış beyninin hökmü ilə özünü pillələrdən aşağı buraxdı. Fərhad o gün 12 milyonluq xalqın arzusunu gözündə qoyan o mənfur gündə Azərbaycan xalqının qara günləri daha neçə 10 illikləri uzadacaq o uğursuz tarixdə intihar elədisə də, belə bir hadisəni özündən və bu ucqar binada yaşayanlardan başqa kimsə bilmədi. Çünki gündəlik intiharların statistikasına düşmək üçün Fərhad da ən azı bu cəmiyyətin ortasında göz önündə olmalı idi. O zaman qəzetlər, televiziya kanalları bəlkə ondan da bəhs edərdi. Hər kəs də bu dünyadan daha bir çarəsizin getdiyindən xəbərdar olardı. Fərhad isə heç o siyahıya da düşə bilmədi. O bu yerdə də haqsızlığı aşıb daşan qaynar həyatın lap kənarında, Qaraçuxur qəsəbəsinin baxımsız bir binasında səssiz sədasız intihar etməklə bu haqsız dünyadan bir dəfəlik canını qurtardı. Son. İnşallah növbəti 29-cu kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.